Əvvəla bu sammitdə nə deyilməsindən, nələr söylənməsindən və hansı bəyanatlar verilməsindən asılı olmayaraq bundan sonra sammit artıq öz mesajını verdi, öz hədəfinə çatdı, məqsədinə vardı. Niyə? Əvvəla sammitin keçirdiyi şəhər, Laçın şəhəri. E, 30 illik işğal ərzində Ermənistanla işğal edilmiş Azərbaycan torpaqlarını ermənilərin təbirincə desək birləşdirən dəhliz və işğalımızın torpaqlarımızın məruz qaldığı işğalın bir simvolu idi. Məruz qaldığımız faciə və fəlakətlərin ən tanınan simvollarından biri idi Laçın şəhəri. Və Laçın şəhərində bu sammitin keçirilməsi o deməkdir ki, ermənilərin Qarabağ furyası artıq yoxdur. Artıq bunun üstündən bir xətt çəkildi və bunu bütün dünya görüldü. İkincisi, üçlü sammit yeni yıl Laçında keçirildi. Bu bir siyasi metafora. Bu sadece bir sammit değil. Bu bir diplomatik tedbir değil. Bu geosiyasi metafordaki resmi Bakı, Ankara ve İslamabad bütün dünyaya bunu beyan ettiler. Bu tarihi çağrışlara cevap, global transformasiyalara signal ve yeni Avrasya nizamının manifestidir. Bu nizamın merkezinde ise ortak tali, değerleri ve geleceğe yönelik strateji bakış paylaşan üç kardeş diyarı. Dediyim ki, məkan qətiyyən təsadüfi deyil. İkinci mesaj Laçın Beynəlxalq Hava Limanının açılmasıydı. Və bu hava limanının açılması o deməkdir ki, Laçın Azərbaycandır, Qarabağ Azərbaycandır və Qarabağ ermənilərinin qayıdışı, ay nə bilim Qarabağ ermənilərinin hüquqları filan fəsməkan, bunlar hamısı Azərbaycan daxilində ola bilər. Kim qayıtmaq istəyir, buyursun, gəlsin Laçın Hava Limanına, Azərbaycan vətəndaşlıq pasportunu alsın. Bu sammitin keçirildiği mekan öz-özünde güçlü siyasi mesaj var. Dediğim gibi. Bakı, Ankara ve İslamabad artık uzun illərdir etimat üçbucağı formalaşdırırlar. Bu ittifak formal bloklardan farklı olarak tarihi qardaşlıq, dini və mədəni yaxınlıq, ən əsaslısı təhlükəsizlik, enerji, nəqliyyat, müdafiə sahələrində ortaq maraqlar əsasında qurulur. Sammitin gündəliyi yəni nədir? Təhlükəsizlik müdafiə əməkdaşlığıdır, energetika və infrastrukturdur, iqtisadiyyatdır, investisiyalardır, mədəni və humanitar diplomatiyadır. Geosiyasi anlamda Laçın sammiti əvvəla, ilk əvvəl Brüsselə, daha sonra Moskvaya, daha sonra Tehrana və daha sonra Vaşinqtona mesajdır. Eyni zamanda Pekinə də mesajdır. Regional güclər vasitəçilərsiz də öz təhlükəsizlik arxitekturasını qurmağa qadirdir. Bakı, İslamabad, Ankara bunu bəyan etdilər. Bu sammit şərq tərəfdaşlığı kimi layihələrə alternativdir. Çünki burada Azərbaycan obyekt yox, artıq subyektdir. Sammitin Laçında keçirilməsi Ermənistanın və onu dəstəkləyən qərb dairələrinin Azərbaycan ərazi bütövlüyünü kölgəyə salmaq cəhdlərinə çox sərt cavabdır. Bu bir siyasi siqnaldır. Qarabağ mövzusu qapandı. Üstəlik, Pakistan və Türkiyə kimi strateji müttəfiqlərin iştirakı ilə bu reallıq daha da möhkəmləndirilir. İşğaldan azad edilmiş Laçında Türkiyə və Pakistan liderlərini qəbul edən Prezident İlham Əliyev Azərbaycanın yeni güc mərkəzi kimi mövqeyini təsdiqləmiş oldu. Bu sammit Bakı doktrinasının kulminasiyası oldu. Milli maraqlara əsaslanan, çox tərəfli, gücə və diplomatik rasionallığa söykənən bir xarici siyasət, yəni Bakı doktrinası. Laçın sammiti sadəcə görüş deyil, sadəcə müzakirələr deyil. Bu yeni geosiyasi oxun, Ankara-Bakı İslamabad xəttinin rəsmi təntənəsidir. Bu ittifak formal təşkilatlardan qat-qat funksional və dəyərlidir. Biz bunu dəfələrlə gördük. 44 günlük müharibədə də gördük. Daha sonra gördük Türkiyə ilə bağlı situasiyada, Suriye məsələsində gördük. Ən son Hindistanın Pakistana qarşı yönəlmiş ilhaq və işğal cəhdlərində gördük. Bu ittifaqda xaricdən heç nə diktə olunmur. Hər şey daxildən yaranır. Qardaşlıqdan, birgə mübarizədən, qarşılıqlı etimaddan. Əldə etdiyim məlumatlara görə, siz bilirsiniz, sizin verişdə mən həmişə bir qədər insight və yaxud da ekskluziv məlumatlar verməyə çalışıyorum. Bugün səhər apardığım danışıqlar və əldə etdiyim məlumatlara görə Laçın sammitində aparılan müzakirələr arasında ən önəmli və ən üstün yer tutan məsələlərdən biri, bəlkə də birincisi, üç ölkənin daimi koordinasiya şurasının yaradılmasıdır. Bəli. Bununla bağlı artıq işlərə başlandı. Bəli, Prezident Erdoğan da çıxışında önəmlə vurğuladı bu məqamı. Prezident Əliyev bu strukturun deməli təfərrüatları necə olacaq?
Artıq layihə hazırdır. Türk Dövlətlər Təşkilatının təcrübəsinə əsaslanaraq belə bir irəli olacaq. Amma strukturun proqramında iki əsas müddəa var. Birincisi İslam Şərqi, ikincisi Avrasiya təhlükəsizliyinin cəmlənməsi. Beləliklə, Cənubi Qafqaz Laçın sammiti vasitəsilə böyük güclərin təsir elementlər bazasından çıxarılır və Türkiyə, Pakistan, Azərbaycan triosu, yaxud triadası, yaxud üçlüyü artıq yeni funksional əhəmiyyət kəsb etməyə başlayır. Heç də təsadüfi deyil ki, 2 il bundan əvvəl bir sıra media vasitələrində Azərbaycanın Pakistandan 40 ədəd JF-17 təyyarəsini alması ilə bağlı söhbət getdi. JF-17 nədir? JF-17 sadəcə qırıcı deyil. JF-17 öz-özlüyündə 4+, nəsilli qırıcıdır. Amma JF-17 Azərbaycanı tək Cənubi Qafqazda yox, bütün yaxın şərqdə İsraillə bərabər ölkəyə çevirəcək. Türkiyə, təbii İsrail Türkiyədən sonra da hərbi gücünə görə biz İsraillə bərabər olacağıq. Biz öz sözümüzü bütün yaxın şərq regionunda deyə biləcəyik. Biz Azərbaycan üçün potensial hədəfə çevrilən, təhdidə çevrilən məsələni Azərbaycan hüdudlarından 1000-1500 kilometr aralı məsafədə vurub məhv etmək qabiliyyəti əldə edəcəyik. Və biz Pakistanın və Türkiyənin Cənubi Qafqaz regionunda maraqlarının təminatçısına çevriləcək. Ötürücüsünə, translyatoruna yox, təminatçısına. Və ən əsas məsələ isə odur ki, Çinlə birgə hərbi texniki əməkdaşlığının əsası əslində Laçında qoyulur. Bu çox ciddi bir məsələ. Sizə daha bir fakt açıqlayayım. Hindistan başına dizinə döyür ki, bəs bizim Rafallar vurulmuyor falan. Rafalın qiyməti özdə mənim Narendra Modi'yə yazığım gəlir. Fransa Dassault Rafale təyyarəsini onlara 280 milyon dollara satdı. O pula 6 dənə JF-17 almaq olar. Üstəlik modernləşmiş blok 3 Thunder şəklində olsun 4 dənə. Sözüm onda deyil. Məsələ ondadır ki, həmən Rafal təyyarələrinin vurulduğu RL-15 raketləri ki var, onlar indi istehsal olunmuyor. Bütün qərb mediası yazır ki, onlar yeni raket. Yeni raket deyil. Deməli, bu raketin qalıqlarının üzərində 2015-ci ildə buraxıldığı yazılır. Yəni Çin 10 il əvvəl, bundan əvvəl buraxdığı raketlərlə Fransadan 280 milyon dollara alınmış təyyarəni məhv etdi. Bundan başqa, Azərbaycanda Türkiyə istehsalı olan Gündoğan və Bozdoğan raketlərinin aviasiyalar, hava-hava və hava-yer tipli raketlərin analoqlarının istehsalına başlanacaq. Bu da bir maraqlı xəbərdir mənim fikrimcə. Çünki bu raketlər bizə nə deyir? Müxtəlif mənbələrdə Qərbin, xüsusilə İsrailin, ABŞ-ın, Fransanın raketlərinin, qırıcılar üçün olan raketlərinin güya 200 kilometr uçuş məsafəsi olmasıdır. Mən buradan tamaşaçılara deyirəm. Bu ağ və həyasızcasına yazılan, deyilən və cahillərə hesablanan bir yalandır. Dünyada uçuş məsafəsi 50 kilometrdən artıq olan hava-hava tipli raket yoxdur və mümkün də deyil. Çünki raket səsdən 5 dəfə sürətlə uçmağa başlasa da sonradan sürətlə aşağı salır. Laçın sammiti bu səbəbdən də Azərbaycan, Türkiyə və İsrail arasında hərbi texniki əməkdaşlığın daha da güclənməsinə səbəb olacaq. İqtisadi əməkdaşlığa gəldikdə isə Çin bizim artıq arxamızda duran yox, yanımızda duran bir nəhəngdir. Laçın sammitinin məhz taftologiya kimi səslənsə də, Laçında keçirilməsinin istəklilərindən biri həm də Çindir. Çin çox istəyir ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və rekonstruksiya işlərində iştirak etsin. Edəcək də. Çin kapitalının Azərbaycana axın etməsinə çox az qalıb. Avropa İttifaqının təlaşa düşməsinin, Kaya Kallasın Bakıya gəlməsinin, Fransanın Azərbaycana münasibətini az qala 180 dərəcə dəyişməsinin, bizimlə dost olmağa çalışmasının, bunların arxasında hamısında Çin kapitalının Azərbaycana gəlişidir. Bu kapital sadəcə pul deyil, bu sadəcə investisiya deyil. Bu Azərbaycanlı tələbələrin Çinin çox yüksək, dünyanın ilk yüzlüyündə və hətta 50-liyində yer alan universitetlərində təhsili, birgə təlimlər, birgə iş layihələrdir ki, bu da Azərbaycanın sürətli inkişafını təqrir edir.